Oxucu həyatımda bədii ədəbiyyatın real gücünü hiss etdiyim 3-4 məqam olub ki, onlardan mənim üçün ən vacibi fransız yazıcısı Anna Qavaldanın adı ilə bağlıdır. Qavaldanın 35 kiloqram ümid əsəri həyatımın ən böyük itkisini yaşadığım bir dövrdə mənə kömək əlini uzatmışdı. Elə həmin şəfalı təsirin nəticəsidir ki, bir müddət sonra kitabı dilimizə tərcümə etmişdim. Soruşa bilərsiniz ki, videonun adı ilə bayaqdan mət etdiyim Anna Qavaldanın nə əlaqəsi var? Bu sentimental intro nəyə xidmət edir? İndi deyəcəm. Məsələ orasındadır ki, Lamiyənin Qavaldası olduğu kimi, Qavaldanın da Qavaldası var. Onun adı isə John Williams'dır. Daha doğrusu John Williams'ın yaratdığı Stoner obrazı. Beləliklə məramımı bəlli etdim. Amerikalı yazıcı John Williams'ın ideal romanı Stoner'dan danışacağım. Səbəblərim çoxdur. Ən birincisi də odur ki, çoxdandır heç bir əsər qəlbimin sarı simlərinə belə incə toxunuşlar etməmişdi. Elə bunun nəticəsidir ki, 2025-ci il top 5-liyimə məhz bu əsər başçılıq edir. Növbəti səbəbim isə odur ki, müxtəlif səbəblərdən dolayı bəyəndiyim iki yazıcı, Anna Qavalda və Julian Barnes bu kitabı dilboğaza qoymadan tərifləyir. Əvvəla müəllif haqqında kiçik bir məlumat verək ki, fəaliyyəti ilə bağlı dolğun təəssüratımız olsun. Həmçinin Stoner romanının bəzi avtobioqrafik çalarlarını hiss edə bilək. Bu məsələdə isə bizə yazıcı Charles Shields kömək edəcək. Onun İdeal roman yazan adam adlı kitabı məhz John Williams'a həsr olunub. Shields qeyd edir ki, Williams'ın yazıcı kimi uğur qazanmaq istəyi o qədər güclü olub ki, o həm şəxsi, həm peşəkar həyatına diqqət ayırmayıb. Bu da onun özünə, ətrafına mənfi təsir göstərib. Bioqrafiyasından həmçinin onu öyrənirik ki, Williams 9 yaşında anasından ata bildiyi insanın əslində atalığı olduğunu öyrənir. Balacalığında anası və atalığı ilə kerosin lampasının işığında jurnallar oxuyurmuş. Charles Dickens'in İki şəhərin hekayəti əsasında çəkilən filmi görəndən sonra başrol ifaçısına heyran qalır, özünü ona oxşatmağa başlayır. İkinci Dünya müharibəsində Tibet sərhədlərində xidmət göstərir. Radis kimi uçduğu S-47 təyyarəsi Himalaya qalxmaq üçün kifayət qədər güclü olmur. Qışda vəziyyət daha da ağırlaşır. Bu da naviqasiya cihazlarına təsir göstərir. Nəticədə Williams'ın təyyarəsi vurulur. Yazıcı qabırğasını sındırır və möcüzə nəticəsində Yapon əskərləri tərəfindən əsir götürülmür. Lakin qəribəsi odur ki, bu hadisə heç bir rəsmi sənəddə öz əksini tapmayıb. Müharibədən sonra anasının xəstə yatdığı Kaliforniyada yaşayıb. Elə bu dövrdə birinci romanı olan Gecədən başqa heç nə ilə nəşriyyatların qapısını döyməyə başlayır və Swallow Press nəşriyyatının sahibi Alan Swallow tərəfindən kəşf edilir. Swallow kitablarına ucuz qiymət qoyması, onları reklam etməməsi ilə tanınırdı. Onun fikrincə, yaxşı kitabları təcrübəli oxucu özü tapa bilir. Məhz Swallow'un təkidi ilə Williams Denver Universitetinə sənədlərini verir. Nəşriyyatın kiçik redaktoru kimi işə başlayır. Həm tanınmış, həm yeni yazıçıların əl yazmaları ilə tanış olur. Bu dövrdə çap etdirdiyi ikinci romanı tənqidlərlə üzləşir. Denver Universitetində İngilis dili kafedrasında siyasi oyunların iştirakçısına çevrilir. Həmin dövrdə professor-pedaqoq heyətinin böyük əksəriyyəti kişilərdən ibarət olduğu üçün şovinist və mizoginist davranış norma hesab edilirmiş. Kollektivə yeni qoşulan qadın professor Peggy McIntosh'un nümunəsində kafedranın gender siyasətinə toxunulur. Elmi işlərində ilk dəfə kişi üstünlüyü və ağdərililərin üstünlüyü terminlərini işlədən də məhz McIntosh olur. Onun kafedradakı münasibətlər haqqında olan hekayələrindən bəlli olur ki, Williams da digər kişi həmkarlarından fərqlənməyib. Öz davranışında pis, heç nə görməyən, nəzakətsiz kişi klubunun fəxri üzvü olub. Bioqrafiyadan o da məlum olur ki, Williams dissertasiyasında mənbə göstərmədən başqasının əsərlərindən istifadə edib. Plagiat qalmaqalı ilə yanaşı Williams hər zaman asan yola qaçırmış. Başqalarının mühazirə materiallarını özününkü kimi təqdim edirmiş ki, yazıçılığa daha çox vaxtı və enerjisi qalsın. Həmkarı tərəfindən təkəbbürlü və outsider kimi qiymətləndirilən Williams universitet həyatını Stoner romanında da ətraflı təsvir edir. Plagiat qalmaqalına rəğmən yazıcı universitetdə pedaqoq kimi fəaliyyətini davam etdirir. 1968-ci ildən etibarən Breadloaf adlı nüfuzlu konfransa getməyə başlayır. Burada digər yazıçılarla tanış olur. Onları kişilərdən ibarət ədəbiyyat klubuna dəvət edir. Məhz bu tanışları sayəsində Williams Stoner'i az tirajla da olsa təkrar nəşr etdirə bilir. Həmin vaxt onun başqa bir romanı
August Octavian işıq üzü görür. Bundan sonra Williams 1972-ci ildə İngilis dili kafedrasında mühüm vəzifəyə keçir. Həmkarlarının onu təbrik edəcəyini gözləyərək bütün günü siqaret çəkir və kofe içir. August Octavian romanının 1973-cü ildə ABŞ-da Milli Kitab mükafatına layiq görülməsində də bir balaca qarışıqlıq yaşanır. Belə ki, jüri üzvləri uzun müddət qərar verə bilmir ki, mükafatı kimə versin? Williamsa yoxsa John Barta? Nəhayət, komissiya mükafatı ikisinin arasında bölmək qərarına gəlir. Bu hadisədən sonra Williams bütün ölkə boyu dəvət olunmuş lektor vəzifəsi axtarmağa başlayır. Alkoqolla problemləri, tələbələrə laqeyd münasibəti və süründürməçiliyi ucbatından həmkarları onun uğurlarına məhəl qoymurlar. Bu səbəbdən kollec rəhbərliyi tərəfindən sırf onun üçün vəsaitlə təmin edilmiş professor vəzifəsi təsis edilir. Ağciyərlərindəki xəstəlik ağırlaşdığı üçün Williams vəzifəsinin öhdəliyindən yaxşı gələ bilmir və 1985-ci ildə pensiyaya çıxmağa məcbur qalır. O, 1994-cü ildə ağciyər xərçəngindən vəfat edir. Girişdə müəllif haqqında kiçik məlumat verəcəyimi qeyd etsəm də sözümün üstündə dura bilmədim. Çünki Stoner romanını oxuyan və ya oxumağı planlaşdıran hər bir oxucu nəticədə müəlliflə əsərdəki personajların arasında münasibəti görə biləcək. Görəcək ki, müəllifin olmaq istədiyi və olduğu şəxslər bir-birindən nə qədər fərqlənir. O qədər ki, hətta əks qütbləri təmsil edirlər. Yaradılan həmin obrazlar sayəsində müəllifin arzusu və gerçəkliyi ilə tanış olmaq imkanım olmuşdu. Elə məni kədərləndirən də arzularla gerçəkliyin bu qədər bir-birindən uzaq düşməsi idi. Belə kədərli notlarla keçək əsərin sujetinə və məndə oyatdığı hisslərə. Romanımızın baş qəhrəmanı William Stoner 19-cu əsrin sonunda kasıb fermer ailəsində anadan olub. Taleyinə valideynlərinin yolunu davam etdirmək, ağır və zəhmətkeş bir işlə, təsərrüfatçılıqla məşğul olmaq yazılıb. Ancaq ulduzlar başqa cür hökm oxuyur. Gələcəkdə fermadakı işləri yüngülləşdirməsi üçün valideynləri tərəfindən kənd təsərrüfatı kollecinə təhsil almağa göndərilən Stoner klassik kanonlara uyğun hərəkət edir və aşiq olur. Gözlənildiyi kimi bir qadına yox, onun məhəbbət obyekti ingilis ədəbiyyatı olur. Stoner bu parlaq, sehirli, zərif dünya ilə tanış olan kimi həyatı həmişəlik dəyişir. Universitetdən ibarət bir ömür yolu başlayır. Əvvəlcə tələbə, ardınca aspirant, sonda isə pedaqoq kimi. O ömür yolunda irəlilədikcə dünya dağılır. Müharibələr, böhranlar, fəlakətlər tüğyan edir. Ancaq Stoner işinə və ideallarına sadiq zəhmətkeş kimi qədim kitabların arasında eşələnir. Şekspirə qədər ki və Şekspir dövrünü, dilin inkişaf mərhələlərini araşdırır. Xarici dünya ilə əlaqələrini minimuma endirən, yalnız müəllimlik etmək məqsədi uğrunda yaşayan, özünü tamamilə keçmişlə gələcəyi birləşdirməyə həsr edən Stoner, kiçik adamın da böyük ola biləcəyini göstərir. Stonerin kiçik adam olduğunu hardan bilirik? O, evliliyinə görə mübarizə aparmır. Sevdiyi qadına görə mübarizə aparmır. Özünə görə mübarizə aparmır. Qılafının içində kiçildikcə kiçilir. Ancaq bu kiçilmənin özü fiziki kiçilmədir. Evində həyat yoldaşı onu bir otağa sıxışdırır. Fakültədə həmkarı onu dərslərdən sıxışdırır. Qızının tərbiyəsindən sıxışdırılıb çıxarılır. Söz haqqı əlindən alınır. Lakin bu itaətdə çəkingənlik və qorxaqlıq yoxdur. Stoner mübahisədən qorxmur, polemikadan qorxmur. O sadəcə bütün mübahisələrin, polemikaların və müharibələrin yersiz olduğunu bilir. Onun üçün mübahisə və mübarizə aparmağa dəyəcək yeganə mövzu elm öyrənmək və öyrətməkdir. Həyatı boyunca da 2 dəfə etiraz etdiyini, ona təklif olunan yolla razılaşmadığını görürük və bunlar da birbaşa bu mövzularla əlaqəlidir. Birinci dəfə fermaya qayıtmır, akademik fəaliyyəti seçir. İkinci dəfə həmkarının tapşırdığı xaltura edən tələbəyə qiymət yazmır. Bu məqamda yazıcının bir priyomunu qeyd etmək istəyirəm. Hələ əsərin əvvəlində müəllif Stonerin tələbə yoldaşlarından birinin dili ilə universitetin təyinatı barədə nitq söyləyir. Onun fikrincə, ali təhsil ocaqları təkcə elmi qoruyub saxlamaq və artırmaq missiyası daşımır. Həmçinin insanlara özü kimi qalmağa imkan yaradır. Bunker rolunu oynayır. Stonerdə bu tərifin təcəssümü çıxır. Hadisələr finala doğru irəlilədikcə Stoner özünə niyə sualını verir. Elə sualının cavabı da əlinin uzanaraq götürdüyü kitab olur. Bilir ki, ondan bu dünyada kiçicik də olsa, əhəmiyyətsiz də olsa iz qalacaq. Bir vaxtlar ona işıq olan kitabların cərgəsinə qoşulmasa da, alt rəfdə onun da kitabı olacaq. Ölüm ayağında yanında nə arvadı, nə sevgilisi, nə dostu, nə övladı olur. Yanında dünyasını dəyişən kitablar, əlində isə dünyanı dəyişdirmək istədiyi kitab olur. Əgər o sevgi insanı olsaydı, yanında sevgilisi olardı. Əgər o valideynlik missiyası üçün də olsaydı, yanında övladı olardı. O bu dünyaya müəllimlik etmək üçün gəlmişdi.
Yanında da kitabları var idi. O çox yaxşı bilir ki, universitet məbəddir. Müharibələr gəldi, gedərdi, iqtisadi çöküşlər gəldi, gedərdi. Qalan bilikdir, elmdir. Və bu baxımdan həyatının missiyasını bilməsi və bunu özündən gizlətməməsi baxımından Stoner mənim gözümdə bədbəxt deyil, xoşbəxt insandır. Kiçik deyil, müdrik obrazdır. 1965-ci ildə ilk nəşrində uğursuz olan, 2003-cü ildə New York Review Books klassik seriyasında yenidən nəşr edilən və böyük səs-küyə səbəb olan, 2011-ci ildə Anna Gavalda tərəfindən fransız dilinə tərcümə edilən, hətta üz qabığında Anna Gavalda oxudu, sevdi və tərcümə etdi yazısı ilə beynəlxalq bestsellerə çevrilən Stoner, The New Yorker tərəfindən haqlı olaraq haqqında heç vaxt eşitmədiyiniz dahi Amerikan romanı adlandırılıb. Zaman müəllifin təvazökar gözləntilərini üstələyərək onun ümidlərini doğrultdu. 50 il keçdi və Stoner bestseller oldu. Heç gözlənilmədən ümum Avropa bestselleri. Xalis bestseller, sırf oxucu sevgisi və ağızdan ağıza yayılan rəylər sayəsində. Kitab haqqında bu sözləri isə Guardian nəşrinə sevimli yazıçım Julian Barnes deyib. Hərliyib fırlayıb bu mövzunu da Barnes'a bağladığım üçün xoşbəxtəm. Ona görə də çox uzatmadan elə xoşbəxt halımla sizinlə növbəti məni danışdıran kitablara qədər sağollaşıram.